Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş ümummilli lider Heydər Əliyevin vəfatından 22 il ötür. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi Azərbaycanın həyatında əsaslı dəyişikliklər yaratdı. Respublika dirçəliş dövrünə qədəm qoydu. Geniş miqyaslı quruculuq işləri və inkişaf prosesi başladı. Siyasi büronun üzvü, həmçinin SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Heydər Əliyev heç vaxt vətənini unutmadı. O, nüfuzundan və tutduğu vəzifələrin imtiyazlarından istifadə edərək Azərbaycana bir çox mühüm ittifaq layihələrini yönəltdi. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün çox mürəkkəb bir dövr idi. Bu vəziyyətə biganə qala bilməyən Ulu Öndər Heydər Əliyev Moskvadan vətənə qayıtmaq qərarı verdi. O, qısa zamanda ölkədə sabitliyi bərpa etdi və müasir milli dövlət quruculuğu prosesini başlatdı. Onun rəhbərliyi ilə milli maraqlar ön plana çıxarıldı. Xarici siyasət prinsipləri müəyyənləşdirildi və ictimai-siyasi sabitliyi təmin edildi. Azərbaycanın müasir tarixində qazanılan böyük uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.